Salam uşaqlar. Bloklar haqqında məlumat verməyə çalışacağam. Qısa bir məlumat olacaq. Diqqətlə dinləyək. Harda boşluqlarımız varsa onları tamamlayaq. Deməli, ilk olaraq nəyi yadımıza salırıq? Bloklarımız bilirik ki, link tipli sadə mexanizmlərdir. Link tipli sadə mexanizmlər bloklar idi və bloklarımız iki yerə bölünür. Tərpənən və tərpənməz blok olaraq. Birinci biz tərpənməz blok haqqında danışırıq. Tərpənməz blok. Deməli, tərpənməz bloku digərlərindən necə ayırd eləyəsik? Yəni, görünüş olaraq fərqi necə olacaq bunun? Tərpənməz blokların ortası dayağa bağlanır. İndi müəyyən şəkillər vasitəsilə göstərəcəm onları. Tərpənməz blokun ilk öncə nə üçün istifadə olunduğunu qeyd eləyəsik. Tərpənməz bloklarımız qüvvədə qazanc vermədən qüvvənin istiqamətini dəyişən qurğulardır. Görək bu sözün mənası nə deməkdir? İstiqamətini dəyişən qurğular. Deməli, bu sözün hal-hazırda mahiyyətini anlamağa çalışacağıq ki, bəs qüvvənin istiqamətini dəyişən nə deməkdir? Bir tərpənməz blok götürək. Bu tərpənməz blok haqqında başlayaq ətraflı şəkildə danışmağa. Tərpənməz blokun deməli, ortası dayağa bağlı vəziyyətdə olur. Burada iki müxtəlif hala baxasıyıq. Radiusu nisbətən balaca və radiusu böyük olan bloklara. İlk olaraq radiusu nisbətən balaca olan blok götürək. Sonra isə radiusu nisbətən böyük olan blok götürək. Belə. İndi bu blokların üzərindən bir kəndir ataq. Deməli, bu formada belə bir ipi ataq. Bura bir müəyyən bir F qüvvəsi tətbiq edək. Bura isə M kütləli bir cisim asaq. Yenə burada müəyyən bir F qüvvəsi tətbiq edək. Bura isə M kütləli bir cisim asaq. İndi baxaq görək burada hansı şərtlər ödənmiş olacaq. Burada yenə də M kütləli cisim asaq belə. Bilirik ki, ipə tətbiq olunan qüvvə çəkidir. Deməli, burada ipə bu cismin çəkisi tətbiq olunub P. Burada da ipə bu cismin çəkisi tətbiq olunub P. Bilirik ki, adi halda, normal halda bizim çəkimiz MJ şəklində təyin olunur. MJ deyək. Gəlin hal-hazırda biz bu qüvvələrin qollarını tapmağa çalışaq. Qüvvənin təsir xəttini uzadıram. Bu qüvvənin də təsir xəttini uzatdım və fırlanma nöqtəsindən ən qısa məsafəni götürürəm. Burada da fırlanma nöqtəsindən ən qısa məsafəni götürürəm. Başqa sözlə bunların hər ikisi blokun radiusuna bərabər olur. Fərz eləyək ki, bunun radiusu da bu blokun radiusu 2R-dir. Onda F qüvvəsinin də qolu 2R olacaq. Hər iki hal üçün yazsaq, məsələn, birinci hal üçün yazıram F vurulsun öz qolu bərabərdir MJ vurulsun öz qolu. Qollar ixtisar gedir və F bərabərdir MJ-ni alıram. Eyni ilə digər şəkildə də F vurulsun öz qolu bərabərdir MJ vurulsun öz qolu və bu formatda qollar yenə ixtisar gedib F bərabərdir MJ alınacaq. Deməli, bu şəkillərin hər birində mən tətbiq olunan qüvvənin MJ-yə bərabər olduğunu gördüm. Əgər buradakı ip gərilməsini axtarmaq istəsəm, ip gərilməsini tapmaq üçün isə sistemin tarazlıq şərtinə baxıram. Hər iki halda sistemi aşağıya MJ və F çəkir. Burada da MJ və F çəkir. Və sistemi aşağı nələr çəkirsə, yuxarıda eyni şey çəkməlidir. Onda belə çıxır ki, T'miz F plus MJ başqa sözlə 2MJ-yə bərabər olacaq. Yəni 2MJ. Çünki biz bu şəkildə F qüvvəsinin MJ-yə bərabər olduğunu təyin edə bildik. Belə. Deməli, tərpənməz blokda tətbiq elədiyimiz qüvvə MJ-yə bərabərdir. Birinci halda, əgər biz
cismi blokda sükunətdə saxlamışıqsa, cisim sükunətdədir. Və yaxud da biz blok vasitəsilə cismi bərabər sürətlə hərəkət elətdiririk. İstər aşağı, istər yuxarı fərqi yoxdur. Bu zaman tətbiq olunan qüvvə mg qədər olacaq. Bunun niyə o cür olduğunu çıxartdıq. İndi gəlin ikinci hala baxaq. Əgər biz blokdakı cismi A təcili ilə yuxarı hərəkət elətdirsək, bu zaman tətbiq olunan qüvvə cismin çəkisinə bərabər olacaq. Və çəki isə yuxarı təcilli hərəkətdə mg plus A olduğu üçün tətbiq olunan qüvvə mg plus A-ya bərabər olacaq və blokdakı yuxarı hissədəki ip gərilməsi 2mg plus A olmuş olacaq. Yuxarıki halda isə T'miz 2 dənə mg olurdu. Belə. Deməli, təcilli hərəkətdə və sükunət vəziyyətində tətbiq olunan qüvvənin nə olduğunu yazdıq. Gəlin üçüncü hala baxaq. 3. Əgər A təcili ilə blok aşağı hərəkət elətdirilərsə, blokdakı yük, bu zaman F qüvvəsi yenə də çəkiyə bərabər olur və F bərabərdir M vurulsun J çıxılsın A və ip gərilməsi T bərabərdir M vurulsun 2M vurulsun J çıxılsın A şəklində təyin olunacaq. Belə. Deməli biz müxtəlif hallar üçün ipə tətbiq olunan qüvvə və blokun asıldığı ipdəki gərilmə qüvvəsini təyin edə bildik. Blokla ip arasındakı sürtünmə nəzərə alındıqda hansı hadisə baş verir? Buna dördüncü hal deyək. Blok ilə ip arasındakı sürtünmə qüvvəsi nəzərə alınır. Görək burada nə hadisə baş verəcək. Nəzərə alınır. Gəlin bir blok götürək. Bu formada bir blokumuz olsun. Bu blokda ip ataq və müəyyən qüvvələr tətbiq eləyək. Burada biz sürtünmə qüvvəsini də nəzərə alaq. Bu zaman görək bizim sürtünmə qüvvəmizdə nəzərə alınanda tətbiq olunan qüvvə nəyə bərabər olacaq? Biz dedik ki, bunu aşağıya çəkir mg. Bura bir F qüvvəmiz var. Blokla ip arasındakı sürtünmə qüvvəsinin istiqamətini qeyd edirik. F sürtünmə qüvvəsi. Bu zaman tətbiq elədiyimiz F qüvvəsi mg plus F sürtünmə qüvvəsinə bərabər olmuş olacaq. Deməli, blokla ip arasındakı sürtünmə nəzərə alındıqda F bərabərdir mg plus F sürtünmə şəklində təyin olunur. Bu məsələ də bu şəkildə. Yaxşı, bəs tərpənməz blokda başqa hansı xüsusi hallar var? Tərpənməz blokda biz müxtəlif şəkil tiplərini görə biləsinik. Yəni, qabağımıza müxtəlif şəkil tipləri çıxacaq. Bu şəkil tiplərindən hər hansı birinə baxaq. Məsələn, burada bir blok götürək. Belə. Bu bloka müxtəlif qüvvələr tətbiq eləyəsinik. Sadəcə qüvvələrimiz müəyyən bucaq altında ola bilər. Məsələn, qüvvələrdən biri belə tətbiq olunub. Qüvvələrdən biri bu cür tətbiq olunub. Qüvvələrdən digəri bu cür tətbiq olunub. Bu formada qüvvələri çəkirik. İndi baxaq görək. M kütləli cisimdə, yəni kütləsi M olan bir cisimimiz verilib. Bu cisimdə bizim mg-mizi çəkdik. Tətbiq olunan qüvvələr, məsələn F1 qüvvəsi, F2 qüvvəsi, F3 qüvvəsi. Bunların ədədi qiymətləri arasında nəsə bir fərq var, yoxsa yox? Bunun üçün biz ilk öncə bu qüvvələrin qollarına baxmalıyıq.
Görülür ki, fırlanma nöqtəsindən izarən MJ-nin qolu R-ə bərabərdir. F1-in qolu R-ə bərabərdir. F2-nin qolu R-ə bərabərdir. F3-ün qolu R-ə bərabərdir. Başqa sözün hamısının qolu o blokun radiusuna, yəni R-ə bərabərdir. Belə çıxır ki, bütün qüvvələr elə MJ-nin özünə bərabərdir. Deməli, bütün hallarda bizim tətbiq elədiyimiz qüvvəmiz MJ qədər olmuş olacaq. Bu birinci vəziyyətimiz, birinci halımız. Yaxşı, əgər burada, məsələn, bu şəkilləri, bu cisimləri gətirib bir divara bağlasalar, məsələn, tutaq ki, burada belə bir divar verilib, formada belə bir divar verilib, bu divara iplə bağlasalar nə hadisə baş verəcək? Məsələn, bu bizim divarımız olsun. Bu da növbəti divarımız olsun. Gətirdik, fərz eləyirik ki, bu ipi bu şəkildə bura bağladıq. Və yaxud da bunu gətirdik, bura bağladıq. Və yaxud da bunu gətirdik, bura bağladıq. Bu bağlanmalar nəticəsində bizdən soruşur ki, məsələn, bu ipdəki gərilmə qüvvəsi nəyə bərabər? Deyirsən, MJ-nin özünə bərabər. Bu ipdəki gərilmə nə qədərdir? Deyirsən, yenə MJ-nin özünə bərabərdir. Buradakı gərilmə yenə MJ-nin özünə bərabərdir. Bu formada biz ip gərilmələrini müqayisə edə bilərik. Yəni, şəkil formatı nə olmasından asılı olmayaraq, biz rahatlıqla məsələni həll edə bilərik. Yaxşı, bəs blokdan asılmış yayda bir tərəfdə, məsələn, elastiklik qüvvəsi, yəni yay olsa necə olacaq? Blokdan asılmış yayda nədir? Bu cümləm biraz tam doğru olmadı. Bir blok götürmüşük. Blokun bir tərəfindən yük asmışıq. Digər tərəfindən isə yayla onu dayağa bağlamışıq. Deməli, bu bizim blokumuz olsun. Aha, bunu bağladıq bura. Deməli, buradan gətirmişik cismi bu şəkildə. Yay vasitəsilə gətirib dayağa bağlayırıq bu formada. Bağladıq. Aha. Belə bir şəkil verilib bizə və biz bu şəkildə tarazlıq yazmalıyıq. Görək tarazlığı necə yazasıyıq. Başlayaq. İlk olaraq qüvvələri qeyd etmək lazımdır. M kütləyə malik cisim olduğu üçün biz bunun MJ-sini çəkirik. Aha. Buradakı ipdəki gərilmə avtomatik MJ qədər olur. Eyni ipdə, yəni bax fikir veririk ki, bu hissə, baxın, bu hissə eyni ipdir. Eyni ip olduğuna görə eyni ipin hər yerində gərilmə eyni olur və bu səbəbdən bu hissədəki gərilmə də MJ qədərdir. Yayda müəyyən bir elastiklik qüvvəsi yarandığı üçün həmin bu elastiklik qüvvəsinin ədədi qiyməti də yenə MJ qədər olmuş olacaq. Bu qaydada biz müxtəlif tipli testləri, yəni tərpənməz bloka aid müxtəlif tipli test tiplərinə baxa bilərik. Yaxşı, indi gəlin başqa bir məsələni araşdıraq. Həmin məsələmiz nədir? Biz tərpənməz blokda yük və ipi xarakterizə edən kəmiyyətlərə baxmalıyıq ki, görək ki, yük və ipi xarakterizə edən kəmiyyətlər nələrdir? Bu nə deməkdir? Yəni, nəyi başa düşürük yük və ipi xarakterizə edən kəmiyyət dedikdə? Bir tərpənməz blok götürürük. Bu blokda cismi müəyyən bir sürətlə hərəkət elətdiririk. Bu zaman cismin sürəti, yəni yükün sürəti və ipin sürəti arasında müəyyən bir əlaqələr olacaq. Baxaq görək o əlaqələr necə olacaq. Belə. Başlayaq yavaş-yavaş. İlk olaraq deyirik ki, bu hissəni biz V ip və yaxud da A ip və yaxud da H, üzrlü sayın, ip yox, yük. Bu tərəf yükə aid kəmiyyətlər, yük, burada H yük deyək. Bu hissədə isə ipə aid kəmiyyətlər V ip, A ip, H ip şəklində qeyd eləsək, ipin sürəti hər zaman yükün sürətinə bərabər olur.
ipin təcili hər zaman yükün təcilinə bərabər olur. İpin aşağı endiyi hündürlüklə yükün yuxarı qalxdığı hündürlük bir-birinə bərabər olur. Qısası, ip və yükü xarakterizə edən kəmiyyətlər eyni olurlar. Bunu qəti şəkildə unutmaq olmaz. Belə. Tərpənməz bloka aid məsələləri demək olar ki, bütün incəliyinə qədər toxundum. Tərpənməz blokdan sonra son bir məsələmiz qalır tərpənməz blok haqqında. Ona da baxaq. Ola bilər ki, tərpənməz blok verilsin, amma blokun radiusları müxtəlif olsun. Bax, burada diqqət eləyəsi məqam olacaq. Radiusları müxtəlif olanda nə edəcəyik? Deməli, bizə bir blok verilib bu formada. Radiusları müxtəlif olan 2 dənə çevrə göstərilib. Biri belə olsun. Biri isə nisbətən böyük olsun. Baxaq görək burada vəziyyət necə olacaq. Bunun kiçik çevrə olan hissəsindən bir yük asılıb. M kütləli. Böyük çevrə olan hissəsindən isə bir qüvvə tətbiq olunub. Gəlin qüvvələri qeyd edək. İlk öncə balaca çevrənin radiusuna R demişik. Məsələn, böyük çevrənin radiusuna bir 3R demişik. Bu isə fırlanma nöqtəsi. Qüvvəmiz F, kütləmiz M. Cismi aşağıya çəkir mg qüvvəsi. Tarazlığı yazasıyıq. F vurulsun 3R bərabərdir. mg vurulsun R. R-ləri atırıq və 3F bərabərdir mg alırıq. Artıq bizə hansı fiziki kəmiyyət lazımdırsa onu təyin edə bilərik. Yəni F-i təyin etsək, mg bölünsün 3 şəklində yazmış olarıq. Və gördüyümüz kimi sistemimiz də qüvvədə 3 dəfə qazanc vermiş olacaq. Belə. Yəni tərpənməz blokdan ibarət sistem olaraq qüvvədə qazanc əldə edən versiyalarda əldə etmək mümkündür. Bu da o tiplərdən biri idi. Bundan əlavə olaraq tərpənməz blokun digər bir şəkil tipləri qabağımıza çıxa bilər. Məsələn, 2 dənə tərpənməz blok verilib formada. Belə. Digər tərpənməz bloku isə burada verib belə. Buna da bu cür deyək. Biraz səliqəsiz oldu. Aha. Bunun üzərindən ip atmışıq. Məsələn, belə. Buradan yük asmışıq. Məsələn, belə. Buradan isə müəyyən bir qüvvəni tətbiq eləmişik. Belə. İndi baxaq görək, burada bu cismin mg-sini aşağı çəkirik. Buradakı F-imiz nəyə bərabər olacaq? Deməli, bu ipdəki gərilmə qüvvəsi avtomatik olur mg. Bayaq nə qeyd elədim? Dedim, əgər eyni ipdən danışırıqsa, eyni ipin hər yerində gərilmə qüvvəsi eyni olur. Deməli, burada mg qədərdir. Başqa sözlə, burada mg qədərdir. Yəni, F qüvvəsi mg-yə bərabər olur. Ola bilər ki, bura bir dənə dinamometr çəksinlər. Desinlər ki, dinamometr nəyi göstərir? Deyəcəksən, yenə də mg-ni göstərir. Yəni, burada dəyişən heç bir şey yoxdur. Tərpənməz blokumuz bu qədər. Gəlin, indi biz tərpənən blok haqqında danışaq. 2. Tərpənən blok. Tərpənən blok qüvvədə 2 dəfə qazanc verən qurğudur. Yəni, qüvvənin həm qiymətini, həm qiymətini 2 dəfə, həm də istiqamətini dəyişən qurğudur. Dəyişən qurğudur. Bunu unutmayaq. Qurtardı. Tərpənməz bloku görünüş olaraq baxsaq, 2 formatda ola bilər. Tərpənən blokumuz. Hansıdır o formatlar? Deməli, ilk olaraq formada ola bilər. Burada bir rolik olar. Bura bir qüvvə təsir edərik. Buradan isə aşağıya bir
cisim çəkərik belə. Belə. Aha, bu birinci versiyadır. İkinci versiyamız isə necə olacaq? Deməli, buradan bir rolikimiz gələcək. Buradan bir rolikimiz daha gələcək. Buradan bir dayaq olacaq. Buradan isə bir qüvvə olacaq. Belə. Buradan bir ip sallanacaq və cismi çəkəsirik. Bu formada iki müxtəlif hal ola bilər və hər iki hal eyni şeydir. Yəni, heç bir fərqi yoxdur. Baxaq görək necə olur burada məsələmiz. Deməli, burada yenə bu cismin çəkisini çəkirəm. Adi hal üçün P bərabərdir mj deyirəm. Blokun fırlanma nöqtəsi bu nöqtədir. Çünki həmin nöqtəyə nəzərən blok fırlanaraq yuxarıya qalxır. Baxın, F qüvvəsinin qolu olur 2R qədər, mj'nin qolu olur R qədər. Burada da eyni məsələdə heç bir fərq yoxdur. Bunu aşağıya mj çəkir. Fırlanma nöqtəsi bu nöqtədir. Onu da belə yazacağam. Yazıram ki, F vurulsun öz qolu bərabərdir. mj vurulsun öz qolu. R-ləri ixtisar elədikdən sonra F-i təyin edirəm. F bərabərdir. mj bölünsün 2 alıram. Deməli, burada tətbiq olunan qüvvəmiz mj bölünsün 2-yə bərabərdir. mj böl 2. Və yaxud da burada da mj bölünsün 2. Daha sadə təyin eləmək üçün nəyə diqqət edirik? Baxırıq bu bloka. Bu bloku aşağıya mj çəkirsə, yuxarıya da cəmi mj çəkməlidir. Yəni, bax, aşağıya nə çəkirsə, yuxarıya da eyni şey çəkməlidir. Və yaxud da bu bloku. Aşağıya mj, yuxarıya 2 dənə ip çəkir. Və onda deyə bilərik ki, yuxarıya 2 dənə ip çəkdiyi üçün, burada da yuxarıya 2 dənə ip çəkir. Hərəsinə mj bölü 2 qədər düşür. Hər ipə. Burada olur mj bölünsün 2. Və bu şəkildə baxırsan ki, bura eyni ipdir. Bax, eyni ipdir. Eyni ipdəki gərilmə eyni olur. Onda F bərabərdir mj bölü 2-ni avtomatik deyə bilərsən. Ümumiyyətlə, sistem tarazlıqda olanda onu aşağıya çəkən qüvvələrlə yuxarıya çəkən qüvvələr eyni olur. Gəlin, indi bir məsələyə baxaq. Birinci hal. Cisim tərpənən blokda sükunətdədir və ya bərabər sürətlə qaldırılır. Bu zaman tətbiq olunan qüvvəmiz mj-nin yarısı qədər olur. 2. Yuxarı təcillə yük qaldırılır. Bu zaman tətbiq olunan qüvvəmiz mj plus a-nın yarısı qədər olur. 3. Aşağı təcillə hərəkət zamanı tətbiq olunan qüvvəmiz mj çıx a-nın yarısı qədər olur. Və bu şəkildə biz tərpənən blokda tətbiq olunan qüvvələri təyin edə bilərik. Yaxşı. 4. Blokla ip arasında, belə deyək, blokun kütləsində nəzər alaq. Blokun kütləsi və blokla ip arasındakı sürtünmə nəzərə alınır. Sürtünmə nəzərə alınır. Belə. Görək bunda nə olacaq? Bunda necə olacaq? Bu məsələ biraz sıxıntılı məsələdir. Yəni, biraz uşaqlar bunu tam anlaya bilmirlər. Gəlin buna bir baxaq. İlk öncə bir tərpənən blok götürək. Tərpənən bloka bir qüvvə tətbiq eləyək. Görək, burada blokun kütləsi nəzərə alanda nə dəyişir ki burada? Aha. İndi burada vəziyyət necə olacaq? Baxın, bu cismin mj'si var aşağıya. Bu heç. Bunu bilirik. Bir də bu blokun kütləsi də varsa m blok. Bunu aşağıya bir m blok j də çəkir. Buna m cisim j deyək. Bu da m blok j olsun. Əlavə olaraq burada bir dənə də
sürtünmə varsa, burada bir F sürtünmə qüvvəsi də varsa, onda tətbiq olunan F qüvvəsi nəyə bərabər olacaq? Baxın, F bərabərdir. Aşağıya ümumi bunu nə çəkir? Ümumi bu iki dənə qüvvə çəkir. Deməli, mən aşağıya çəkən bu ümumi qüvvələrin yarısını tapmalıyam. Yazıram. Deməli, blokun kütləsi üstəgəl, cismin kütləsi vurulsun J, yəni ümumi aşağı çəkən MJ-ni tapdım. Bunu 2-yə böldüm. Üstünə gəlirəm sürtünmə qüvvəsini. Все, bu qədər sadə. Deməli, bu olur mənim üçün sürtünmə qüvvəsi nəzərə alınan halda blokla ip arasındakı və blokun kütləsi nəzərə alınan halda F qüvvəmin təyini. Məncə burada əzbərləyəcək bir məsələ yoxdur. Geriyə dartaraq videonu yenidən dinləyə bilərsiniz. Yəni, mahiyyətini anlasaz burada əzbərləyəcək heç bir məsələ yoxdur. Belə. Deməli, tərpənən blokda bu məsələlərə diqqət elədik. Digər məsələ, tərpənən blokda digər önəmli məsələlərdən biri nədir? İp və yükü xarakterizə edən kəmiyyətlər önəmlidir. İp və yükü xarakterizə edən kəmiyyətlərdə ipin sürəti, yükün sürəti, bu məsələlər çox problem yaradan məsələlərdir. Bunlara biraz diqqətli oluruq. Deməli, bu olsun bizim blokumuz. Yenə səliqəsiz oldu. Buradan bir ipimiz, buradan bir cismimiz və bu cismin kütləsini çəkdik. İndi isə başlayaq. Deməli, cisim yuxarıya doğru hərəkət edir, ip də yuxarıya doğru hərəkət edir. Baxın, V ip bərabərdir 2 dənə V yük olur. A ip bərabərdir 2 dənə A yük olur. Sonra H ip bərabərdir 2 dənə H yük olur. Bunu unutmayaq. Yəni, hər zaman ipə aid kəmiyyət yükə aid kəmiyyətdən 2 dəfə çox olur. Bunu burada rahat yadda saxlayırıq. Amma məsələyə gəldikdə problemlər yaranır. Məsələn, tutaq ki, mən deyirəm ki, ipin sürəti, fərz eləyək ki, deyirəm V ip bərabərdir 0.4-dür. Deyirəm V yük nə qədərdir? V yük nə qədərdir? 0.8 deyil. 0.8 deyil. Kim belə düşünürsə, bu yanlışdır. Yük 0.4-dür. İp yükdən böyük sürətlə 0.4 nə idi? 0.2-dir. İp yükdən böyük sürətlə gedə bilməz. Yəni, heç vaxt ipin sürəti 0.4-sə yükün sürəti ondan 2 dəfə böyük götürə bilməzsən. Bax, bu lap çox yanlışlıq yaradır. Yəni, bu mənasız yerə demirik. Biz burada mütləq yükün sürətini təyin edərkən ipinkindən 2 dəfə az götürməliyik. Məsələn, deyirəm ki, H ip 10 metrdir. Deyirəm ki, yük neçə metr qalxıb? Yəni, H yük nə qədərdir? Durub sən buna 20 metr deyə bilməzsən. Sən buna 5 metr deməlisən. Yəni, yükü 5 metr dartmaq üçün ipi 10 metr, yəni yükü 5 metr qaldıranda ipi 10 metr çəkməlisən. Mütləq çəkməlisən. Buna diqqətli olmaq lazımdır. Mütləq şəkildə. Yaxşı, məsələn, indi belə bir məsələyə toxunaq. Tutaq ki, bizə bu cür şəkil verilib. Bizə deyir ki, yükün sürəti V-dir. Yəni, V yük bərabərdir V-dir. Səndən soruşur ki, ipin yükə nəzərən sürəti nədir? İpin yükə nəzərən sürəti nədir? Birinci, ipin sürətini təyin etmək lazımdır. V ipi tapmaq lazımdır. İp yükdən 2 dəfə çoxdursa, bu olur 2V. Ondan sonra istiqamətə baxmaq lazımdır. Eyni istiqamətli gedirlər. Eyni istiqamətli getdikdə çıxıldığı üçün yekun cavabı nə olacaq? V. Yəni, eyni istiqamətli hərəkətdə sürətlər, nisbi sürət tapmaq üçün sürətlər çıxılırdı. Ona görə də cavab nə olacaq? V. Yox, əgər şərt fərqli olsaydı, məsələn, şərt deməyək, şəkil deyək. Şəkil fərqli olsaydı, ip buradan dönüb belə gəlsəydi.
V yük yuxarı gedir və sürəti V-dir. Onda V ip aşağı gəlir. Və bunun da sürəti 2V-dir. Bax, yük yuxarı gedir V ilə, ip aşağı gəlir 2V ilə. Bu vəziyyətdə ipin yükə nəzərən sürəti 2V üstə gəl V bərabərdir 3V olacaq. Yəni şəklin formatından asılı olaraq bir-birinə nəzərən sürəti dəyişə bilər. Belə, bu oldu bizim tərpənən blok haqqında bir neçə məsələmiz. Tərpənən bloka aid çox müxtəlif hallar ola bilər. Tərpənən blokda sırf cisimləri, yəni yuxarıya çəkən sayı nəzərə almaq lazımdır ki, cismi yuxarıya neçə dənə ip çəkir. Məsələn, bir sadə misal üzərində göstərəcəm. Tutaq ki, 1 blok, məsələn 2 blok, 3 blok. Bu ip olsun. Blokun biri də burada. Digəri burada. Bir dənəsi də burada. Buradan üzərindən ipi keçirək belə. Bu ipi də buradan belə keçirək. Bu ipi buradan. Bu ipi buradan. Bunu buradan. Qüvvəni isə belə çəkək. Bunu da mərkəzini divara bağlayaq. Bunu da mərkəzini divara bağlayaq. Bunu da mərkəzini divara bağlayaq. Sonra gəlin bunların ortasını bu formada birləşdirək. Biraz səliqəsiz oldu. Deməli, bunun ortasını bu formada divara birləşdiririk. Və buradan bir dənə yük asırıq. Buradan da bir dənə yük asdıq. Baxaq görək, bu tipli şəkillərdə mən nə edəcəm? Buradan da bir M kütləli cisim asaq. Məsələn 60 kiloqramlıq. Deyirəm 60 kiloqramlıq cisim asmışam. Tətbiq elədiyim F qüvvəsi nəyə bərabərdir? 60 kiloqramlıq bir cisim asmışam. Bunu aşağıya nə çəkir? Deyirsən ki, bunu aşağıya çəkir 600 Newton. Mən buradakı F qüvvəsini axtarıram. Nə edəsən? Blok, yük bağlanan bloklara baxırsan. Bax, yük bağlanan bloklara. Bunu yuxarıya neçə dənə ip çəkirsə, neçə dənə ip çəkdi? 1, 2, 3, 4, 5, 6 dənə. Bax, sonuncu ipi nəzərə almırsan. Çünki bu yük bağlanan blokda deyil həmin ip. Sırf yük bağlanan bloklara baxırsan. Bu sistemi aşağıya 600 çəkirsə, yuxarıya da ümumi 600 çəkməlidir. Onda mən deyə bilərəm ki, hər ipə düşür 600, 100 Newton. Burada 100, burada 100, burada 100, burada. Və eyni ip olduğuna görə avtomatik F qüvvəsi də olur 100 Newton. Sistem qüvvədə neçə dəfə qazanc verir? Avtomatik deyirsən 6 dəfə qazanc verir. Məsələn, səndən soruşsa ki, bu ip gərilməsi nə qədərdir? Bu T. Baxırsan, təkcə bu blok. Aşağıya çəkir 100, 100, yuxarıda çəkməlidir 200. Bu nə qədərdir? Yenə aşağıya 100, 100, yuxarıya çəkməlidir 200. Eyni ilə bu da T'si 200 olmuş olacaq. Bu tipli. Tərpənən bloka aid test tipləri çox müxtəlif formatda ola bilər. Yəni, bu bütün şəkillərin hamısına toxunmaq qeyri-mümkündür. Sadəcə bir neçə belə ağlıma gələn versiyaları dedim. Belə, bu da oldu bizim tərpənən və tərpənməz bloklarımız haqqında məlumat. İndi qısa şəkildə mail müstəvi haqqında məlumat verəcəm. Ondan sonra bəzi test tiplərinə baxacağım. Vəssalam. Mail müstəvi. Deməli, mail müstəvimiz təbii ki, burada sadə mexanizm kimi baxılır buna. Sadə mexanizm kimi. Çünki biz mail müstəvini sürtünmə qüvvəsi mövzusunda araşdırmışıq. İndi mail müstəviyə sadəcə bir sadə mexanizm olaraq baxasıyıq. İndi gəlin bir mail müstəvi çəkək görək. Bir mail müstəvi götürürük. Aha. Görək bu mail müstəvinin qüvvədə qazancı necə tapılacaq. Qüvvədə qazancı yox. Deməli, sadə mexanizm kimi.
Bəli, sadə mexanizm kimi biz bunun qüvvədə qazancını ilk öncə araşdıraq, sonra digər məsələlərə baxarıq. Bu olsun bizim bucağımız, mail müstəvinin bir alfa bucağı. Mail müstəvinin uzunluğuna bir L deyək, hündürlüyünə bir H deyək. Mail müstəvinin qüvvədə qazancı tapmaq üçün uzunluğunu hündürlüyünə bölmək lazımdır. L-i H-a bölmək lazımdır. Bu bizim qüvvədə qazancımızdır. Və biz bunu bucaqla ifadə eləsək, bilirik ki, sinus alfa H bölü L-dir. Biz bunu digər tərəfdən nəzərə alsaq, qüvvədə qazancda bu olacaq 1 bölünsün sinus alfa. Belə. İndi burada çox önəmli bir məsələ var. Bucağı artırdıqda nə olur? Bax, alfa bucağını artırdıqda bucağın artması ilə fikir versəz, bucaq artan kimi avtomatik qüvvədə qazanc aşağı düşür. Çünki sinus artan funksiyadır. Kəsrin məxrəci artır, kəsrin qiyməti azalmalıdır. O zaman deyirik ki, bucağı artırdıqda qüvvədə qazanc azalır. Yaxşı, bunun mənası nə deməkdir? Bunun mənası o deməkdir ki, qüvvədə qazanc azalmaq o deməkdir ki, yəni bucağı artırdıqda eyni qüvvənin təsiri ilə daha kiçik kütləli cismi qaldırmaq olur. Bunu diqqətdə saxlamaq vacibdir. Nə deməkdir bu? Gəlin 2 dənə mail müstəvi götürək. Biri belə olsun. Digəri isə biraz bucağı böyük olsun. Belə olsun. İndi gəlin baxaq bu məsələyə. Bu çox önəmli məsələdir. Qüvvədə qazanc azalır sözünün mənası nədir? Baxın, bir cisim götürürəm burada. Məsələn, M kütləli bir cisim götürürəm. Bunu F qüvvəsi ilə burada çəkə bilirəm. İndi burada M kütləli cismi götürsəm, F qüvvəsi ilə çəkə bilməyəcəm. Çünki bucağın böyüməsi mənim qüvvədə qazancımı azaldır. Artıq mən o qüvvə ilə qaldıra bilmirəm. Əgər eyni qüvvəni tətbiq eləmək istəyirəmsə, onda mən bu kütləni azaltmalıyam. Ona görə buraya yazdıq ki, eyni qüvvənin təsiri ilə daha kiçik kütləli cismi qaldırmaq olur. Buna çox-çox diqqətli olmaq lazımdır. Və yaxud da ki, ola bilər ki, kütlə sabit qalsın. Onda qüvvədə qazanc azalırsa, məsələn, M kütləli cismi əvvəl qaldırırdınsa F qüvvəsi ilə, indi M kütləli cismi qaldıracaqsan F-dən daha böyük qüvvə ilə. Buna çox diqqətli olmaq lazımdır. Bu belə. Yenə də təkrar geriyə qaytarıb dinləyərək bunu biraz beynimizdə dəqiqləşdirə, konkretləşdirə bilərik. Yenə də bunun tərsini də deyə bilərik ki, alfa bucağını azaltdıqda qüvvədə qazanc artır. Onda eyni qüvvənin təsiri ilə daha böyük kütləli cismi qaldırmaq olar. Yox, bu da bizim mail müstəvimizdə elə çox bir şey yoxdur mail müstəvi haqqında. Bundan başqa sistemin qüvvədə qazancı deyilən bir anlayış var. Bunu biz sizdən linklər mövzusunda ətraflı soruşmuşuq. Yəni, sistemin qazancı dedikdə bunu bilirik. Sistemin qazancı dedikdə sadə mexanizmlərin qazanclarının hasili tapılır. Yəni, bir neçə dənə sadə mexanizm olacaq. Misallar üzərində göstərəcəyik. Onların yekun ayrı-ayrılıqda qazanclarını tapıb, sonra bir-birinə vurursunuz. Bu olur sizdən ötürü sistemin qazancı. Belə. Sonra uşaqlar, artıq statika bölməsi burada yekunlaşır. Mən əvvəlki başlıqlarda da demişdim ki, mexanikanın qızıl qaydası nədir? Sonra dedim, lap sonda yenə təkrar deyəcəm.
Mexanikanın qızıl qaydası. Nə deməkdir bu mexanikanın qızıl qaydası? Deyir ki, biz deyir, qüvvədə nə qədər qazanırıqsa, yolda bir o qədər itiririk. İşdə qazanc yoxdur. Yəni deyir ki, heç bir sadə mexanizm heç vaxt işdə qazanc verə bilməz. Görək həqiqətən belədir ya yox. Məsələn, bir tərpənən blok götürək. Yəni qüvvədə qazanc verən bir sistem götürək. Bir dənə tərpənən blok çəkək tez. Bu bizim olsun tərpənən blokumuz. Bu bizim olsun tətbiq elədiyimiz qüvvəmiz. Bu da bizim olsun buradan çəkdiyimiz bir cismimiz. Belə. İndi gəlin yavaş-yavaş bu mexanikanın qızıl qaydasının doğruluğunu yoxlayaq. Deməli, buradan ipə bir qüvvə tətbiq edirəm. F ip bərabərdir. Bayaq dedim mg bölü 2 qədərdir. Bunun ağırlıq qüvvəsi mg'dir. mg'ni h yük bərabərdir. H qədər hündürlüyə qaldırıram. Onda ipin qalxdığı hündürlük 2h qədər olur. Bayaq bu haqda danışmışıq. Deməli, birinci halda aşağı hissədə, bax, sırf bu hissədə görülən işi yazıram. Buna A1 deyirəm. Qüvvəm vurulsun yer dəyişmə. İşi tapmaq üçün qüvvəni yer dəyişməyə vurmaq lazımdır. mgh. Sonra ikinci halda, yəni ip olan hissədə işi tapıram. Yenə yazıram A bərabərdir. Qüvvə, yəni mg bölü 2 vurulsun h. Yerinə də 2h yazıram. Olur, yenə də mgh. Sən bunu istənilən qədər davam elətdirə bilərsən və bu rəqəm dəyişməyəcək. Deməli, sən hansı sadə mexanizmdən istifadə eləməyindən asılı olmayaraq, istənilən halda gördüyün işin dəyişməyəcək. Məsələn, skorsu velosiped. Biz bilirik ki, skorsu velosiped sürəndə skorsları dəyişməklə daha rahat, məsələn, yoxuş yuxarı qalxanda daha rahat qalxa bilirik. Sadəcə orada bir məsələ var. Sən skorsu nə qədər dəyişirsənsə, rahat fırlayırsan, amma çox fırlayırsan. Yekun olaraq dəyişdiyin heç bir şey yoxdur. Sən eyni qədər iş görürsən. Çətin fırlayanda az fırlayırdın, eyni işi görürdün. Rahat fırlayanda çox fırlayırsan, yenə də eyni işi görürsən. Yəni, dəyişən heç bir şey yoxdur ortada. Belə. Bu qədər. Bu oldu bizim deməli tərpənən blokumuz, tərpənməz blokumuz və mail müstəvimiz. Bir neçə dənə misala da baxaq bu haqda. Bundan yekunlaşaq. Məsələn, birinci məsələyə baxa bilərik. Tərpənməz blok vasitəsilə M kütləli şaquli yuxarı yönəlmiş A təzyiqlə qaldırdıqda dartı qüvvəsi hansı ifadə ilə təyin olunur? Tərpənməzdə heç bir qazanc yox idi. Tərpənməz blok vasitəsilə h hündürlüyündə sabit sürətə qaldırılır. İş, bildik ki, bayaq iş bütün hallarda mgh-dır. Qüvvədə 2 dəfə qazanc verən tərpənən blok olduğunu qeyd elədik bayaq. Deməli, bunu aşağıya çəkir mg'si. 20-nin mg'si 200. Bir dənə ip var, bura 200-dür. Eyni ipdir, avtomatik burada olur 200. Cavabın 200. Əgər yuxarıdakı t-ni istəsəydi, bu 400 olardı. Çünki bunu aşağıya 400 çəkir, yuxarıya 400 olacaq. Hal-hazırda cavabımız B variantı. 9. Deyir, tərpənməz blok, yəni tərpənməz blok vasitəsilə çəkisi P olan cismi bərabər sürətlə qaldırmaq üçün tətbiq olunan qüvvə ilə P-nin özünə bərabərdir. 11. Bu dəfə tərpəndən deyir, qüvvədə 2 dəfə qazancımız var idi. A təcili ilə N dirdikdə deyir, aşağı təcillə gedir. Deməli, Y variantı doğru cavabımızdır. Baxırıq bura. Dinamometrin göstərişi 8 Newton göstərir. Başqa sözlə, burada F bərabərdir 8 Newtonluq bir qüvvə var. Bu ipdəki gərilmə 8-dirsə, eyni ipdir. Avtomatik burada da 8-dir.
Onda bu bloku yuxarı yekun 16 çəkirsə aşağıda 16 Newton çəkməlidir. Yəni mg 16 olmalıdır. Buradan da m'imiz 1.6 kiloqram çıxır. Çünki J'nin qiyməti 10-dur. 15. Deyir ki, heç vaxt qüvvədə qazanc vermir. Qüvvədə qazanc verməyən qurğu tərpənməz blokdur. 17-yə baxırıq uşaqlar. Tərpənməz blok vasitəsilə cismi sabit sürətlə qaldırmaq üçün ipin sərbəst ucuna F olan qüvvə tətbiq olunur. Biz nə demişdik? Tərpənməz blokda F-imiz P-nin özünə bərabərdir. Bu cismi tərpənən blok vasitəsilə qaldırmaq üçün ipə nə qədər qüvvə tətbiq etmək lazımdır? Bax, biz dedik ki, bizim tərpənməz blokumuz varsa, bunun çəkisi P-dirsə, F-də P qədər olur. Amma bizim tərpənən blokumuz varsa, onda bizim tətbiq elədiyimiz qüvvə P-nin yarısı qədər olur. Elə P-miz də F idisə, F-in yarısı qədər. Vəssalam. Belə. Təkrar dinləyə bilərsiniz ki, tam beyninizdə aydınlaşsın. Sonra. Yenə də tərpənməz blok deyir. Şaquli yuxarı yönəlmiş A təcili H hündürlüyünə qaldırdıqda dartı qüvvəsini gördük iş. İş hər zaman mgh-da, təbii ki, təcil varsa və yuxarıya doğru təcillə gedirsə, mg plus A vur H. Tərpənən blok. Yenə də iş eyni şeydir, sadəcə təcilin istiqamətinə bir dənə diqqətli olun. Qaldırdıqda deyirsə, mg plus A vur H. Burada 2-yə bölmə söhbəti ola bilməz, çünki biz bayaq onu çıxardıq ki, qüvvəmiz m vurulsun j plus a bölü 2 olur, amma hündürlüyümüz 2h qədər olur. Bunlar ixtisar gedir, yeni eyni şey olur. Görülən iş eyni şeyə bərabər olacaq. 23. Burada bəzən anlaşılmazlıqlar olur. Bura diqqətli olmaq lazımdır ki, burada yükün sürətini verib, V yük bərabər 0.3 verib. V ipi tapdıqda qəti 1.5 demək olmaz, 2-yə vurmaq lazımdır. 0.6 demək lazımdır. T'nin də qiyməti yox, H-ın da qiyməti verilir 1.5. H ipi bizə verib. Artıq T'ni tapasıyıq. H bölünsün V şəklində, yəni H ip bölünsün V ip şəklində 1.5 böl 0.6 ilə həll eləyəsiyik. Əsas məsələ odur ki, yükün sürətinə nəzərən ipin sürətini təyin edə bilək. Sonra 25. İpin sərbəst ucunun hərəkət təcili hansı ifadə ilə təyin olunur? Yükü A deyibsə, avtomatik ip 2A olur. Hər zaman 2 dəfə çoxdur. Potensial enerjimiz mgh-dır, amma təbii ki, hələ o mövzu keçirmədiyinə görə bunlara toxunmayasıyıq. %35-ə toxunacam. İpin sərbəst ucu 7 saniyə müddətində 2,8 metr qalxırsa yükün sürəti. Bax, bizə deyir ki, H ip bərabərdir 2,8. Biz tapmalıyıq ki, H yük nə qədərdir? Həmişə az olur, yəni 1,4 qədər olur. H var, T'miz də 7-dir. Artıq buradan V-ni təyin edə bilərsən H böl T-ni. Всё, qurtardıq. Belə. Sonra 37-yə baxaq, 37 baxılmalıdır. Burada diqqət eləyəsi sözlərimiz var. Söhbət tərpənməz blokdan gedir. Şaquli yuxarı yönəlmiş təcildən gedir və A bərabərdir J böl 2-dən söhbət gedir. Biz tərpənməz blokda F bərabərdir M vurulsun J üstəgəli A olduğunu bilirik. M vurulsun J plus J böl 2 1,5 mg'ni təyin eləmiş olasıyıq. Vəssalam. Belə. 39. Deyir, tərpənən blok vasitəsilə cismi sabit sürətlə qaldırmaq üçün ipin sərbəst ucuna F qüvvəsi tətbiq edilir. Biz bilirik ki, tərpənən blokda bunun çəkisinə bir P desək, tətbiq elədiyimiz qüvvə P-nin yarısı qədər olur, yəni mg'nin yarısı qədər olur. Bu cismin özünü dəyişmirsin. Tərpənməz blok vasitəsilə təyin eləsək, qaldırmaq üçün nə qədər qüvvə lazımdır? Biz əslində buna tərs keçid eləyə bilərik. P ilə işarə eləməyək, bunu fərqli işarə eləyək. F qüvvəsi tətbiq eləyirəmsə, onda avtomatik mənim bu çəkim 2 dənə F-ə bərabər olmalıdır. Çünki burada F-dir.
bloku yuxarıya 2 dənə F çəkir. Mənim çəkim də olacaq 2F-ə bərabər olacaq. Yəni qüvvədə 2 dəfə qazanc əldə edib F əldə eləmişəm. Bu cismi tərpənməz blokda qaldırmağa nə qədər qüvvə lazımdır? Sən deyirsən ki, bunun çəkisi 2F qədərdir. Onda tətbiq elədiyin qüvvə də elə 2F qədər olmuş olacaq. Salam. C variantı ilə belə dedik. Bu belə, bu getdi. 43-ə baxırıq. Sağ tərəfi ümumi aşağıya 8 kiloqram çəkir. Bax, fikir verin, bu ipdəki gərilmə 8. J'yə vurmağa ehtiyac yoxdur. Eyni ipdir. Burada avtomatik 8, burada 8. Buradan bir xətt çəkirik. Sistemi yuxarıya 8 ilə 8, yəni 16 çəkir. Deməli, bunu aşağıya da ümumi 16 çəkməlidir. Təbii ki, 2 kilo bundadırsa, 14 kilo da A-da olmalıdır. Bu qədər sadə. 200 kilo yükü deyil, tərpənməz blokla qaldırıram. Tərpənməz blokla qaldırıramsa F-im MJ-dir. Deməli, 2000-dir. Sonra 4 metr hündürlüyə qaldırıram. Eyni şey olmalıdır. Fərq olmamalıdır. Çünki qüvvədə qazanc yoxdursa, onlar fərqli ola bilməz. Tərpənən blok və tərpənməz blok. Bunlar artıq sırf nəzəriyyədir. İşdə qazanc vermir, ortaya yazılacaq. Sadə mexanizmdir, ortaya yazılacaq. Digərlərini isə özünüz seçim edə biləcəksiniz. Heç bir çətinliyi yoxdur. İmpuls məsələsini keçirik təbii ki. Bu belə. Cüt olsa da burada 52-ci ifadəyə baxasıyıq. Deməli, bunun kütləsi bunu aşağıya M1J çəkir. Mən sadəcə M1 yazacağım, çünki J-yə ehtiyac yoxdur burada. Bu ip gərilməsi M1 olur. Burada M1 olur. Buna gəlin biz M3 deyək. Bura M3. Bunu aşağıya M2J çəkir. Buna bir M2 deyək. Burada bir dənə M2 deyək. Vektorlar haqqında müəyyən bir qanun uyğunluqlar var idi ki, bu vektorları özünə paralel istənilən yerə köçürtmək olar. Vektorlar dedikdə bir bu və bu nəzərdə tutulur. İndi bunları özünə paralel köçürtmə eləyəsiyik. Deməli, M2-ni özünə paralel köçürdürəm yuxarıya. M2 istiqamətinə uyğun. Belə köçürtdüm. Bu oldu M2. M1-i özünə paralel köçürdürəm bu formada. Bu olur M1. M3-ü də özünə paralel köçürdürəm bu formada. Bu da olur M3. Bucaq da ortada 90 dərəcə. Artıq mən Pifagora görə deyə bilirəm ki, hipotenuz bərabərdir kök altında kvadratların cəmi. Deməli, M3 tərəfi kök altında M1-in kvadratı üstə gəl, M2-in kvadratı şəklində təyin oluna bilər. Belə. 53 impuls bu heç. 55-ə baxırıq. Deməli, 6 kiloluq bir cismimiz varsa, bunun MJ-si 60 eləyir və qolu 1-dir. Sonra, buradakı F qüvvəsidirsə, burada F qüvvəsidir. Onda avtomatik bura olur 2 dənə F qüvvəsi. Çünki bu bloka baxırsan ki, yuxarıya neçə dənə qüvvə çəkirsə, aşağıya da eyni şey olmalıdır. Və bu 2F qüvvəsinin qolu bizdən ötürü 3-dür. Tarazılığı yazsaq necə yazasıyıq? 2F vurulsun öz qolu bərabərdir 60 vurulsun öz qolu. Və buradan F qüvvəsi üçün 10 Newtonu əldə edirik. Deməli, F qüvvəsinin qiyməti 10-dur. Vəssalam. Bu qaydada bunu deyə bilərik. Məsələn, desək ki, bu sistem birinci növbədə soruşa bilər. Lingin qazancı nə qədərdir? Deyirsən, böyük qol böl kiçik qol 3. Sonra deyə bilər, blokun qazancı nə qədərdir? 2 dəfə. Sonra deyər ki, sistemin qazancı nədir? Deyərsən ki, lingin qazancı vur, blokun qazancı. Yəni 3 vur 2, 6 dəfə. Ona görə biz 60 Newtonu 10 Newtondan çəkdik. Vəssalam. Belə. Sonra cüt olsa da 56 haqqında bir fikir bildirək. Deməli, M1 kütləsi 12 kiloqramdır. Bunu aşağıya 120 çəkir. Görürsünüz ki, bu bloku yuxarıya 2 dənə ip çəkir. Hərəsindən düşür 60, 60.
Və bura eyni ipdir. Baxın. Bu eyni ipdir. Onda F qüvvəsi olur 60. Sonra M2 8 kiloqramdır. Bunu aşağı çəkir 80 Newton. Yuxarı 2 dənə ip çəkir. Bax 3 ip çəkmir ha. Bunu nəzərə almırsan. Çünki yük bağlanan bloka baxırsan. Bunun yuxarı 2 ip çəkir. Hərəsinə düşür 40. 40. Eyni ip olduğuna görə burada avtomatik 40-dır. M3 10 kiloqramdır. Yəni aşağıya 100 çəkir. Onda bu ip də olur 100. Artıq fikir verirsən, cismi yuxarı bir dənə ip çəkir. Ona görə bu qüvvədə qazanc vermir. Eyni ipdir. Burada avtomatik yazırsan 100. Все qurtardıq. Sonra da diaqramdan seçirsən. 57. Baxın, bu maraqlı testlərdən biridir. Bunu aşağıya P çəkir. Bu ipdə avtomatik P gərilməsi var. Burada da P var. Bu bloka baxırsan, aşağıya P ilə P 2P çəkirsə, yuxarıya da 2P çəkməlidir. Sonra nəyə baxırıq? Bu bizim dayağımız. Buradakı P'nin qolu 4'dür. F ağırlığın qolu isə 2'dir. Ağırlıq qüvvəsi vurulsun 2 bərabərdir. P vur 4. Və buradan ağırlığa tapırıq 2P. Deməli, bunun da qiyməti 2 dənə P'dir. Vəssalam. Bu qədər. Gördüyümüz kimi sistemin qazancını istəyir. Məsələn, burada görürsünüz ki, çubuğun böyük qolu 6'dır, kiçik qolu 2'dir. Deməli, lingin qazancı 3'dür. 6/2. Blokun qazancı isə 2'dir. Sistemin qazancı da 6 dəfə olmuş olacaq. Vəssalam. Belə. Burada bir dənə maraqlı testlərdən biri bu 64-cü testi. Buna baxacağım. Buna əslində mən nəzəriyyə izahında toxundum. Yükün yerə nəzərən sürəti 0.4'dür. Sənə deyir ki, V yük bərabərdir 0.4'dür. Sən avtomatik ilk öncə V ipi tapmalısan. V ip, bax burada problem 0.2 deyil. Yəni 0.2 demək olmaz. Bu bundan 2 dəfə çoxdur, 0.8'dir. Və qarşı-qarşıya gəldiklərinə görə bunlar toplanılır, yəni 1.2 olur. Niyə bu cür olduğuna bayaq nəzəriyyə izahında toxundum ətraflı şəkildə. Baxın, qüvvədə qazancı tapmağın rahat üsulları nədir? Bax, bunu aşağı çəkir MJ. Bir dənə ip çəkir. Yəni, buna da düşür MJ. F qüvvəsi oldu MJ. Qazanc vermir. Bunu aşağı çəkdi MJ. Baxın, 2 dənə ip çəkir. Hərəsinə MJ bölü 2 düşür. Onda F də olur MJ bölü 2. Bunu aşağı MJ çəkir. Bax, fikir verin. Bura düşür MJ bölü 2. Burada düşür MJ bölü 2. Burada düşür MJ bölü 4. Çünki artıq bu bloka baxırsan. Bunu aşağı MJ bölü 2 çəkibsə, yuxarı MJ bölü 4 çəkməlidir. Çünki bu MJ bölü 4'lərin cəmi MJ bölü 2'yin verməlidir. Все. Deməli, bu 4 dəfə qazanc verir, bu 2 dəfə qazanc verir, bu isə qazanc vermir. Все. Bu qədər. 67. Gördüyünüz kimi, bunu aşağıya bir dənə ip çəkir, deməli, qazanc yoxdur. Bunu aşağıya 1-2 dənə ip çəkir, deməli 2 dəfə qazanc verir. Bunu aşağıya bir dənə yuxarıya bir dənə ip çəkir, onda qazanc yoxdur deməli. D-də isə diqqətli olaq bura. Bunu aşağıya 1-2 dənə ip çəkdi, bu da 2 dəfə qazanc verdi. Sonra gəldik Y variantına. Yox, 2 dəfə qazancı yuxarı yazmalıyım, bura yazmalıyım. Y variantı. Deməli, bura gəldi MJ. Hərəsinə nə qədər düşdü? MJ bölü 2. Sonra baxırsan bu bloka. Bu bloku da yuxarı 2 ip çəkir. Hərəsinə nə qədər düşdü? MJ bölü 4. MJ bölü 4. Deməli, F qüvvəsi MJ bölü 4'dür. Çünki buradan o tərəfə ayrı artıq eyni ipdir. Oldu MJ bölünsün 4. Все. Belə 4 dəfə qazanc verdi Y variantı. Mail müstəvi. Birinci ifadəmiz elə bir çətin məsələ deyil. Meyl bucağı mail müstəvi üzərində M kütləli cismə müstəvinin səthinə perpendikulyar istiqamətdə göstərdiyi təzyiq qüvvəsi. Təzyiq qüvvəsi mail müstəvi üzərində F təzyiq bərabərdir MJ kosinus alfadır. Yəni bu sürtünmə qüvvəsinə bilinən bir məsələdir. Bizə nə deyir? Deyir ki,
F qüvvəsinin deyi tətbiq olunur. Həmin cismi birinci mail müstəvi üzrə həmin hündürlüyə bərabər sürətlə qaldırmaq üçün hansı qüvvə tətbiq olunmalıdır? Baxın, M kütləli cismi ikinci mail müstəvidə. Yəni, burada bir M kütləli cismin var. Bunu F qüvvəsi ilə burada darta bilirsən. M kütləli cismi burada artıq 2F ilə dartmalısan. Çünki bucaq artır. Bucaq artanda qüvvədə qazanc azalır. Qüvvədə qazanc azalanda sən bunu daha çətin dartırsan. Ona görə qüvvən artmalıdır. Daha böyük qüvvə ilə çəkməlisən. 5. İkinci mail müstəvi qüvvədə 4 dəfə qazanc verir. Yəni deyir L2 bölünsün H bərabər 4-dür. Bəs L1 bölünsün H nədir? Görürsən ki, L2-nin yerinə yazırsan 2 dənə L1 böl H. Yəni 2L1 bölünsün H bərabərdir 4-dürsə, bu 2 ilə 4-ü ixtisar edib L1 böl H üçün avtomatik 2-ni tapa bilirsən, deyirsən 2 dəfə qazanc verir. Başqa sözlə, uzunluq 2 dəfə azaldığına görə qüvvədə qazanc L böl H-dır. Uzunluq 2 dəfə azalan kimi qüvvədə qazanc da 2 dəfə azalır. 7 də tam olaraq eyni şeydir. 9-a baxırıq. Sistem qüvvədən neçə dəfə qazanc verir? Baxın, bu blok, burada 1 ip var, burada isə 2 ip var. Deməli, blokun qazancı bərabərdir 2-dir. Mail müstəvinin qazancı nədir? Mail müstəvinin də qazancı 1 böl sinus alfadır. Yəni 1 bölünsün 2-də 1, bu da eləyir 2. Bəs sistemin qazancı nədir? 1-1-nə vurursan, 2 vur 2, 4. Vəssalam. Blokun qazancı və mail müstəvinin qazancı. Baxın, 10-cu ifadədə bu blok heç bir qazanc vermir. Çünki bir dənə ip var. Qazanc yoxdur. Yəni blokun qazancı yoxdur. Mail müstəvinin qazancı nədir? 1 bölünsün sinus 30-dur. O rəqəmi tapırıq, bəs eləyir bizə. 11. İsadə mexanizmlər üçün uyğunluğu müəyyən edin. Birincinin qazancı nədir? Birincinin qazancı 1 böl sinus alfadır. Yəni 1 bölünsün 2-də 1, 2-dir. Bunu tapdıq. İkinci, görürsünüz ki, cismi yuxarıya cəmi bir dənə ip çəkir. Yəni qazanc yoxdur. Üçüncünün qazancı L böl H-dır. Yəni 3H böl H 3-dür. Biz qurtardıq. Belə uşaqlar, bloklar və mail müstəvi haqqında məlumat verdik. Bacardığımız qədər test tiplərinə də toxunduq. Bu qədər. Bu mövzu haqqında bu qədər.